Vaxtınız xeyir olsun əziz müəllimlərim. Necəsiz? Ödənişsiz qrupa loqaritmalı ilə bağlı MİQ 2024-cü ilin praktikası, yəni ona oxşar sualda, yəni rəqəmləri dəyişdirilmiş sual atmışdım. Orada 20 nəfər A variantını işarələyib, gəlin baxaq görək. Mən izah verim görək. Həqiqətən də A variantıdır, yoxsa fərqli bir variantdırmı? Gəlin daxil olaq şəkilə. Deyir ki, LG 2x minus 10 kiçikdir 1-dən bərabərsizliyini həll edin. Əvvəlcə loqaritm altındakı ifadə hər zaman 0-dan böyük olmalıdır. Yəni 2x minus 6 böyük olmalıdır. Nədən? 0-dan. 2x böyükdür 6-dan, x böyükdür 3-dən. Yəni bu loqaritmanın mənası olması üçün 3-dən müsbət sonsuzluğa aralığında yerləşməlidir. Elə deyilmi? İndi bərabərsizliyi həll edəcək. Onluq loqaritmadır. Onluq loqaritma bilirik ki, əsası 10-dur. Yəni loqaritma 10 əsasdandır. Və əsas 1-dən böyük olduğuna görə buradakı işarə olduğu kimi qalır müəllimlər. Yəni yazıram bunu. Belə, buradan keçmək olmur, yaxşı yazaq da belə. Yazacağam 2x minus 6 kiçik olacaq. Axı əsas 10-dur. Loqaritma 10 əsasdandır da, elə bil ki 10 üzərində 1-ə. O da ki qaydada da bilirik. 10 üzərində 1-ə. Onda 2x kiçikdir 16, x kiçikdir 8. X deyir 8-dən kiçikdir. 8-dən kiçikdir, 3-dən böyükdür. Deməli 3-8 arası cavab olacaq A variantı. Bu suala A variantı yazıb yanaşanların, müəllimlərin əzminə qüvvət. Kanalıma abunə olmağı, videolarımı da bəyənməyi unutmayın. Növbəti videolarda, növbəti dərslərdə görüşərik inşallah.